Təmir dizaynı bizim şirkətə məxsus olan bu mənzil bir çoxlarınıza yəqin ki, tanışdır. Bəli, artıq yenidən mənzil satışa çıxdı. Qanuni 2 otaqlı olan mənzilin saymaqla bitməyən üstünlükləri var. 5 panoramik pəncərə ilə əhatə olunub və Heydər ev mərkəzinə görünüşü var. Girişin sol tərəfində dolab, əyləşmək üçün yer, sağ tərəfində dairəvi böyük bir güzgü, mətbəxin şüşəli və hündür qapısı da xüsusilə diqqət çəkir. Mətbəx mebelinin daxilində bütün texnikalarla təmin olunub. Mebelində davamı belə bir şüşəli dekordan istifadə eləmişik və hamam otağı da qarşımda yerləşir. Aksesuarlar isə hər biri divar içidir. Yataq otağında da ruhunuzu oxşayacaq rəng tonlarından istifadə olunub. Rahatlığınız üçün hər bir şey düşünülüb. Buradan da Heydər ev mərkəzinə panoraması var. Layihələndirmə və işçilik tam peşəkar şəkildə olunub. İnteriyer dizayn haqqında fikirlərinizi isə şərh bölməsində gözləyəcəm.